Salam dəyərli izləyicilər, biz Sinar TV olaraq bu günləri Şəmkir rayonun Sinar qəsəbəsindəyik. Xəzər Məhəllər adamın ünvanındayıq. Gördüyünüz kimi burada çox biabırçı bir vəziyyətdir, dəhşətdir və küçə sakinləri də öz şikayətlərini bildirirlər ki, gördüyünüz kimi küçə təmiz su basıqdır. Bu zibillik suyun içindən gedir. Yəni vətəndaşlara burada çox problem yaradır. Demək olar ki, insanlar üstləri bərbad günə düşür. Yəni xahiş edirəm ki, bu işə ciddi baxsınlar. Sinar TV komandası olaraq bizdə gəlmiş işıqlandırmalar. Fethullah İbrahim. Suyumuz yoktu. Bu da bak bu kişi dedi. Ha geber gel. Artizanımız yok. Suyumuz yoktu. Suyumuz gelmiş. Bir artizanımız var. Belki de 500'den üye. 500 yok çok da. Siz həm suvarma suyu ilə çətini çəkirsiniz, həm də içmə suyu ilə. Hem içmə suyuna. Adet canına sağlık. Işığımızı bağlayıblar, çok sağ olsunlar, var olsunlar. Hayır, heç nədən şikayətimiz yok. Bir dənə su var. Hal-hazırda içmə suyunuz yoxdur demək olar. Yoktur. Vali Ee, Musayev. Musayev Vali, buyurun. Bizim içməkdir problem. O vaxt ki artdan vurulatı idi, birini vurmadı. Gedirək kanistrlə Leylin kənddən daşıyırlar. İçməyə su yox, tapamır. Bu dəqiqə tokrandı at. Yok, bu da yok var. Hə, bağlıdır, su yox. Çinarı qəsəbədən gətirsiniz içmə suyu. Yuxarı Leylin kənddən. Bəs suvarma suyu necə istifadə edə bilirsiniz məhəllənin sonunda? O da biraz çətin, indi o eləyir, onu verir. Hazırda Bir dənə içməkdir, problem içmək. aydındır. Küçənin başında su basıb məlumatınız var mı haqqda? Yox, deyil. Aydındır. Sizin hal-hazırda çətininiz Bir dənə içmək. içmə suyu ilə bağlı. Ayrı. Sinar TV her zaman sizinle sizin kanalınız.